Bunların dostlar koridorları istidir. Koridorlarında bir dənə ceyran peçi yanır. Belə də şpaklovka ilə düz deyib insanların kasıblığı, varlığı ümumiyyətlə müzakirə olunmur. Zəhmətləri ilə bir ev tikiblərmi, ya alıblarmı bilmirəm. Pena ilə də hər şey. Bax, bu da uşaqların otağıdır. Belə üst-üstə nara almışam, hamısını. Orduda nara kimi eləyirlər çarpayı. Bax, belə bir evləri var. Bunlar dəmir pasman siqar almışam. Aha, pişik də saxlayırsan. Pişik orada çöldə. Xətirə dəyməsin qardaş. Mən heyvan sevədir adamam. Amma sən bu mənim düşünürəm ki... Çay öyle olanda bunlara işim yox, mən bildim. Allah könlünə görə versin. Amma mən düşünürəm ki, sənin 8-9 uşağın var. Sən bunlara daha yaxşı baxmalısan da, nəinki pişiyə. Qoy pişiyə, bildim heyvan da Allahın səssiz qullarıdır. Yox, heyvan pişik mənə göstərmək. Sən balandan müqayət olmalıydın, pişikdən yox. Burada da balalar da var baba. 2 dənə balası da var. Pişiyin balaları uşaqların yerində O məni maraqlandırmır qətiyyən. Dostlar, hamam budur. Bəli. Maşallah, yekə də hamamdır. Deyəm, bütün mütkəndə blomlayırlar. Balalar olanın işıdır. Aha, bu olsun, burada fortuşka var da. Buna. Fortuşka sonradan açılır. Fortuşka ilə açılır deyil. Deyəm, orada bunlar. o da dediniz ki, fortuşka sonradan açılır. Mən düşünürəm ki, dostlar, bax, burada görürsünüz fortuşka var və burada fortuşka olan yerdə, bax, bu pitmürütka nə qədər belə deyək, təm qazı buraxsa da zəhərləmə ola bilməzdir və geniş bir yerdir. Baba blomlayırlar, onlara baxın. Sonra məhəlləşib randa. Bunun da qəribə bir şey var. Bunun da içindən bağlamağa yeri yoxdur. Bu uşaqlardan nətər heç kim çıxanmadı bu qapıdan? Halları olmuşlar. Bax dostlar, burada yəni arxadan bağlanacaq, nəsə yoxdur. Görürsünüz. Bu qardaş, bir dənə görə deyirəm. Sizi günahlandırmıram, amma sadəcə insanlara suallarına cavab verirəm. Hə, dostlar, hamamı gördünüz. Hamam çöldən bağlanmağı mümkündür. Amma içəridən heç cürə bağlanmır. Burada kimən uşağın ən böyük yaşı neçə olub? Yusuf 14. Yusuf 14. 14 yaşında uşaq da çıxamayıb da buradan.